Akademiyasının Hayde Mecellesi'ne esasen bu andan sizin nikahınız bağlanmıştır efendim. Polis Akademiyasının sabiq rəisi general-mayor 67 yaşlı Nazim Əliyev özündən 35 yaş kiçik qızla evlənib. Yox, məsələ yaş fərqi deyil. Başqa bir adam olsaydı da bu məsələyə video çəkməzdim, danışmazdım. Uzun illər polisdə işləyib, zorakılıq, rüşvət pulları ilə özünə milyonlar qazanan yox, qazanmaq kişi işidir, oğurlayan, şərəfsizliklə pul yığan bu Nazim və bunun kimilər ağçaqqal yaşlarına gələndə o pullar hesabına gənc qızlarla könül əyləndirəcək, kef sürəcək. Bu şərəfsizlərin polis bölmələrində bədbəxt etdiyi insanlar isə həyatlarını ya zindanlarda, ya qəbirlərdə, ya sürgünlərdə, ya nə bilim harda keçirəcəklər. Tüpürün belələrinin sifətinə ar olsun.